Yanvarın 15-i atamın ad günü idi. Biz də ona sürpriz edib yanına getmək istədik. Yeni ili birgə keçirdiyimizdən düşünürdük ki, bu sürprizdən xəbərsiz olacaq, yanılmışdıq. Qardaşım çox uzaqlarda yaşadığından bu missiyanı biz 3 bacı öz üzərimizə götürdük və yola düzəldik. Elə planlamışdıq ki, axşam saatlarına atamla restoranda rastlaşacaqdıq və ona sürpriz edəcəkdik. Odur ki, çatdıq doğma şəhərimizə, Mingəçevirə. Orada maraqlı görüntüsü olan bir yer tapdıq və daha sonra başqa bir maraqlı məkana gəldik. Adı Dadlım idi. Getsəz mütləq gedin. Coffee shopdur. Sonra canlı musiqisi olan bu yerə gəldik. Budur atam gəlir və biz gözlədiyimizdən daha fərqli bir reaksiya bildirdi. Kimsə qanını qaraltmışdı, keyfi yox idi. Oturduq, dedik, güldük və yavaş-yavaş onun buzları əridi və üzü gülməyə başladı. Əhatəmizdə özünü daha xoşbəxt hiss edirdi və biz də onu təbrik etdik, şamını üfürdü və daha sonra biz yol aldıq səhnəyə. Atamızı təbrik etdik, gözəl sözlər söylədik. Və sənin bizim üçün nə qədər dəyərli, nə qədər qiymətli, nə qədər əvəzsiz olduğunu demək istəyirik. Və sənin məncə bu dünyaya gəlişində ayrıca bir missiyan olubdur. Və onu insanlıq illər sonra dərk edəcək ki, bu insanın dəyəri nə idi? Sən bizim kəndimizin, nəslimizin, ailəmizin ağsaqqalısan, eləcə də olacaq. Deyirlər ki, qızların ilk qəhrəmanı atalarıdır. Bizim də qəhrəmanımız sənsən. Nə qədər illər keçsə də, yaşımız çoxalsa da, sənin yanında həmişə özümüzü balaca qız kimi hiss edirik. Həmişə arxamızda ol. Allah bizə bu gözəl günləri həmişə uzun illər göstərsin. Səni çox sevirik. Yaxşı ki varsan, yaxşı ki bizim atamızsın. Daha sonra yavaş-yavaş musiqi ilə günümüzü tamamladıq. Növbəti gün artıq üzü gülürdü, əhvalı yaxşı idi. Biz də balaca itlə də, evdə olan hər kəslə də sağollaşıb yolumuza düzəldik.